Salam dəyərli izləyicilərim. Mən Rəşad Usta. Yenə sizinləyəm. Bu günləri mən Hyundai Sonata markalı avtomobilinin çəkilişini eləyib sizə göstərəcəm ki, maşında nə işlər görüləcək və maşın yanıma lotka rəylənməyə gəlib. Lotka rəylənmə damdan aşağı sayılır. Üzdən rəylənmə isə adətən sual verirlər. Zbor rəylənmə. Zbor rəylənmə üzdən rəylənmə deyil. Zbor rəylənmə dəyərli izləyicilər. Qapını açırsan, qapıların arasına qədər, petlələrin arasına qədər, belə deyək, rəylənmədir. Krılaların altına qədər, bagajın arasına qədər, kapotun arasına qədər buna rəylənmə, zbor rəylənmə deyir. Amma üzdən rəylənmə damdan bir yerdədir. Lotka rəylənmə isə damdan aşağıdır. Maşın belə normalda pis görünmür, amma yaxından baxanda batıqlar, cızıqlar, nə bilim, ləkələr, bu net ləkələridir. Netin ləkələridir, yandırır kraskanı. Polirovka olunub, rəng yanıb, açılıb. Burada da belə ləkələr. Nəysə, keçdim. Damı düzdür, kraskalamayacam. Birinci başlayıram qabaq kapotdan. Kapot уже yanıb. Kapot bərbad bir vəziyyətdədir. Şpaklyovka уже partlayıb burada. Və qabaq buferdə, bilmirəm, buferşik nə iş görüb. İndi sizə ətraflı olaraq göstərəcəm ki, buferşik deyib ki, hazırdır bufer, kraskalasın. Və belə deyək, mən özüm bağlayacam. Nə bilim, nə inəyəcəm. İndi bunu mən sizə ətraflı olaraq göstərəcəm ki, buferşik deyir ki, bufer hazırdır kraskaya. Buradan baxsaz görəcəksiniz, bufer hazırdır kraskaya, yoxsa yox. Bu nə deməkdir? Bufer heç yerinə padqon olunmayıb, deyir ki, bufer hazırdır. Burası da əyridir, qızdırıb düzəltməyib, bu güya buferşikdir. Nəysə, sözüm ondadır. Maşın deməli, dediyim kimi, kapot kraskalanacaq. Kapotda yaxşı qırışlar var burada. Və bəzi yerlərində şpaklyovka partlayıb, mən o tərəfdə sizə göstərdim. Krılada da şpaklyovka partlayıb. Buralar, bilmirəm, çürükdür, yoxsa nədirsə, bunu sökəndə biləcəm. Və bu krıla, bu tərəfləri salamatdır. İndi kesirəm qabaq qapıya. Qabaq qapıda deməli, belə deyək, qabaq qapıda bu hissədə qırışlar var, bu hissədə də qırışlar var və kraska belə deyək, burada kraska partlayır. Saat göstərəcəm sizə. Burada kraskalar, görürsünüz, çartdaqlar var və burada da işıq düşən yeri nəzər edəsəniz görəcəksiniz. Burada da böyük çartdaqlar var. Şpaklyovka partlayır. Burada da topun izidir. Qol dəyib bura. Arxa qapı vroci yaxşıdır, normaldır. Bəzi yerlərdə çıxıntılar ki var. Bilmirəm, çıxıntılar nə səbəbdən yaranıb bunda. Arxa qapı yaxşıdır. Arxa krıla da yaxşı görünür. Pis görünmür. Bir-iki dənə verdi axırda batıqlar və bu venilləri mən ləğv edəcəm. Podnoşkalar da düzgün çıxıb kraskalanacaq. Mən bagajı sizə göstərdim. Bagajda bəzi yerlərdə batıqlar, zatlar var. Bəzi yerlərdə də dəyən yerlər, toxunan yerlər ki var. Belə yerlər var. Arxa bufer rəylənəcək. Arxa buferdə görürsünüz. Bura nəsə dəyib. Yəqin ki, mən bunu çıxardandan sonra buranı bərpa eləyəcəm. Qızdırıb çıxardacam bayra və darinə şişləyəcəm buraları. Nasatkaları kim düzəldibsə çox belə bir ədəb düzəldib həqiqətən. Başım çıxmır. Bu nasatkaları niyə beləsinə düzəldiblər? Əyri-üyri buralar. Məndən kraskalamaqdır. Mən nasatka işinə baxmıram.
Keçdim bu tərəfə. Bu tərəfdə də dəyərli izləyicilər, bu kırıla bu hissələri yaxşıdır, amma belə deyək, burada şpaklevka partlayıb və yüngül, belə deyək, batıq var burada. Əlbəttə ki, qapıya da gedir batıq. Görürsünüzsə, batıq qapıya da gedir. Petrə tərəfdə də var batıqlar. Və burada da kraska beləsinə başlayıb köpməyə. Ruskalar düzdür, kraskalanacaq. Bu tərəfdə vinil yoxdur, yəqin ki, buranı kraskalayıblar. Burada da vinilin üstündən basıb kraskanı keçiblər. Sonra dairəş hissəni göstərəcəm. Burada da dəyərli izləyicilər, qapıya baxsanız görəcəksiniz bu hissələrdə. Bu hissələrdə şpaklevkalar partlayıb. Bilmirəm nədir, səbəb nədir, nəyə görə partlayıb şpaklevka. Və qapıda da belə deyək, qabaq qapıda kantın üst tərəfləri hamısı qırışdı, ta kırlaya qədər qırışdı. Belə. Və qabaq kırlada mənə elə gəlir ki, qabaq kırlanın şpaklevkası var. Çünki mən bunu yonanda biləcəm. Çox güman ki, bunu mən yonacam, rəndələyəcəm maşını. Əlbəttə ki, maşın rəndələnməlidir. Bəzi burada şpaklevkalar da yəni partlayıb. Burada da şpaklevkanı elə birbaşa şpaklevkanı çəkiblər. Su ilə şkurkalayıblar bunu. Və ondan sonra da kraska vurublar üstünə. Yəni bu fəsad alınıb burada. Belə bəzi yerlərdə dediyim kimi şpaklevka partlayır. Kantlar 100% çıxacaq. Bu kantlar hamısı çıxacaq. Maşındakı dəyərli izləyicilər göz qabağındadır. Qapıda batıqlar. Kraskadakı bu hissələr yanır. Bu hissələr yanır. Belə bu qədər dəyərli izləyicilər. İnşallah etap maşını çəkib sizə ətraflı olaraq göstərəcəm. Maşını söküləndən sonra bir də bunu sizə çəkib göstərəcəm ki, nəyi var, nəyi yoxdur. Ətraflı olaraq bunu sizə göstərim. Dəyərli izləyicilər, deməli buferi sökürəm və görürəm ki, buradan gözümə sataşdı ki, burada kant əyri gedir. Kant əyri gedir. Yəqin ki, bunu ya qızdırıb düzələcək, ya da ki, belə deyək, dəyişiləcək. Bilmirəm, sökəndə biləcəm. Burada bir şeyə şahid olmuşam. Bayaqları sizə göstərdim ki, burada, nə biləm, burada periodiki işizadı görüblər. Belə quşdinin qırağı yarısı burada qalıb. Yarısı içəridə. Belə непонятно bir dənə bir şeydir. Burada da çox çıxıb. Bunu kimdirsə bunu heç orientovkasını düz eləməyib. Və burada bu hissələr əyridir. Göstərəcəm sizə. Bu hissə içəridir. Burada da bu hissə içəridir. Bunu mən nə qədər də qızdırsam, yəni bunun burası, əslində bu bunun deyil. Bunu götürüb kəsiblər. Yəni belə bir vəziyyətdədir, görürsünüzsə. Belə bir vəziyyətdədir. Bunu belə deyək, yaman günə qoyublar buferi. Özə götürüb onu içərdən hansı tərəfdənsə bağlayıblar ki. Bolt qayka ilə aşağıda görsəz, bolt qayka ilə bağlayıblar. Bilmirəm, niyə belə ediblər, səbəb nədir? Hoşum, bunu elə bir ki, belə deyək, bunu qoyandan sonra bu buferi oturtturublar bura zorla. Belə, yəni bunu paylaşıram ki, avtomobilin sahibi də bunu görsün. Ki, belə iş görmürlər, bu pinti işdir bu.
çox eybəcər işdir bu. Yəni belə iş görmək üçün ümumiyyətlə ən azından divizorların yerini düzəltmək lazım idi. Ondan sonra kəsib yerinə baxmaq lazım idi ki, hara düşürsə oradan akuratlı səliqəli bağlamaq ki, əyri-üyrü qalmasın, buferdə əyilməsin. Yəni bu vacib məsələdir. Yenə də nəsə bir şey olsa yenə paylaşacağım. Aça-aça qabağıma nə çıxsa hamısını sizinlə paylaşacağım. Bunu avtomobil sahibi özü istəyib ona görə. Dəyərli izləyicilərim, maşına uca mən gördüyünüz kimi demək olar ki, mən onun üstündə uca X0 oynamışam. Hər yerdə yəni xırda-xırda batıqlar, xırda-xırda qüsurlar və belə deyək, bunlar batıqlardır, bunlar yonulub çıxan yerlərdir, X olan yerlər və bunlar isə rəndələnən yerlərdir. Bunların uca hamısını mən atmetika vermişəm. Və yiyəsi ilə, avtomobil sahibi ilə yəni belə qərara gəldik ki, maşının damını da kraskalayaq. Çünki burada belə xırda soyulmalar gedir və burada net ləkələri ki var, bunlar belə deyək, lakı da bazan da yandırıb. Hər yerdə var, gördüyünüz kimi bu ləkələr bütün maşının damın hər bir hissəsində var. Hətta bagajda da var. Görürsünüz. Bunlar hamısının netin ləkələridir, bu belə ləkələrdir. Damda heç bir qüsur yoxdur. Dam bez kraskadır. Damı birinci dəfə mən rəyləyəcəm. Sadəcə olaraq, yenə dediyim kimi, damın belə zavaskoy laktoje soyulur. Dam bez kraskadır dediyim kimi. Çünki yoxlamışam da özüm. Hər yeri salamatdır. Sadəcə olaraq dediyim kimi bu net ləkələri və belə cızıqları görürsünüz. Yəni belə cızıqlar ki var. Bunlar problem yaradır. Belə ləkələr zatlar var. Netin ləkələridir, soyulmalar zatlar. Sadəcə olaraq belə deyək, yəni bu şeylərə görə damı kraskalayacağam. Dam belə əla bir vəziyyətdədir, super vəziyyətdədir dam. Dam bez kraskadır, birinci dəfə damı mən kraskalayacağım. Kapot, görürsünüz, kapot solub, kraskalanacaq. Rəndələnən yerlər və qabağında da qırışlar ki var, xırda qırışlar var, onları da təmizləyəcəm, düzəldəcəm. Və bu qapı opşi rəndələnəcək, xoşuma gəlmir. Arxa qapıda bəzi yerlər var, burada batıqlar var, onları dəmirçi çağıracaq, işləyəcək və daimi işi mən də başlayacağım öz işimi görməyə. Bu kırlada da rəndəli işlər var, amma qabaq kırlaların ətəkləri, uç tərəfləri hər ikisi yonulub təmizlənməlidir, təzdən işlənməlidir. Çünki belə deyək, burada qüsurlar var. Burada yüngül paslanma var, amma paslanma da belə deyək, şpakulyovkanın çartlamağı nəticəsində arasında su qalıb deyə ona görə paslanma gedib, amma içəri tərəfi əla vəziyyətdədir. Yəni super vəziyyətdədir içəri tərəfi. Belə inşallah maşını etap çəkib sizə göstərəcəm. Burada yüngül batıq ki var, bunu da dəmirçi çıxardacaq. Burada xırda batıq var və belə bir şəkildədir. Arxa qapı ruzi yaxşıdır. Bagajda bir-iki dənə yerdə var. Mən atmetika vermişəm. Buferlər də ki opşi işlənəcək. Əlbəttə ki burada bu şeylər, bir də bu şeylər, bunlar hamısı düzələcək. Bunlar bağlanacaq böyürləri və belə deyək, səliqəli bir şey çıxmaq üçün ortalığa. Yəni bunu işləmək lazımdır. Əlbəttə ki, mən şpakulyovka ilə yox, bunu payka ilə bağlayacağım. Belə bir şəkildədir. Görürsünüzsə arası qalıb. Bu qədər dəyərli izləyicilər. İnşallah etap bunları çəkib sizə ətraflı olaraq yenə göstərəcəm dəyərli izləyicilər. Dəyərli izləyicilər, dəmirçi işimiz qutardı. Belə deyək, təmizləndi və burada da yəni batıqlar çıxdı və burada da həmçinin buranı yəni gətirdi, ideal bir vəziyyətə gətirdi, çıxartdı. Gördüyünüz kimi daraqla yəni qoyulub, bu da daraqla qoyulub. Bura
hissə çəkilib. Tam əla bir vəziyyətə gəldi. İnşallah oranı şkurqalayıb şpakulevka işini davam edəcəm dəyərli izləyicilərim. Bu qədər. Krılaları yonmuşam. Bu hissələr yonuldu və bu hissələr, yəni şübhəli yerlər ki var idi, onlar yonuldu. Burada kalan şpakulevka var idi. Mən bilmirəm, detal düzdür bunu. Niyə üst-üstə bunu şpakulevka çəkiblər? Çox maraqlıdır. Bu şpakulevka hamısı var, buradan tökülüb, yonmuşam. Əks tərəfdə də eyni prosesdir. Burada bir balaca mikroçat var idi. Yondum, gördüm ki, dəmirə çıxır ucu. Yəni buranı çox güman ki, mən buranı rəndələyib düzəldəcəm. Bu hissədə də var idi. Burada isə dəyərli izləyicilər, belə çox müəmmalı bir şəkildə bura şpakulevka vurmuşdular. Özüm də biraz məhtəl qaldım ki, bu boyda şpakulevkanı bura niyə vurublar, çox maraqlıdır. Görürsünüz. Belə bir şəkildədir. Buradan aşağı şpakulevka çox idi. Ya olmasın bəlkə bir santıdan. 1 santiyə qədər bəlkə də şpakulevka var idi orada. Bu hissələrdə yoxdur, görürsünüz. Burada kraskanın üstündədir. Kuront kraska, yəni az bir miqdarda. Amma burada isə dəhşətli dərəcədə çox idi. Kantı da, bilmirəm, kantı niyə çörə çıxartmışdılar. Çox maraqlı idi. Burada 1 santıdan çox idi. 1 santı, haradasa 1 millim, 2 millim var idi burada. Çox çıxmışdı bayra. Ona görə də görürsünüz, bu kırılanı hələ tam elə oturtmamışam. Belə deyək, yerinə gəlməyib belə kırıla. Tam yerinə gələndə, belə deyək, bufer çöldə qalır. Bufer çöldə qalır, ona görə də buranı doldurmuşlar, buferə uyğun eləmişlər. Amma halbuki bunu sıxsaz yerinə, bu gələcəkdi yerinə, orada az bir miqdarda istirdi. Əlbəttə ki, burada kant yoxdur. Burada kantı hansısa dəmirçi işləyə bilməyib, yiyib kantı. Düzdür, var kant, amma çox yoxdur. Belə bir şəkildə deyil kant. Saat, bilmirəm nə dərəcədə göstərə bilirəm. Kant bura qədər gəlir, burada yavaş-yavaş başlayır itməyə. Düzdür, mən bunu düzəldib ərsəyə gətirə biləcəm, amma belə deyək, şpakulevka ilə kant verəcəm buna. Əlbəttə ki, alüminium şpakulevkadan istifadə edəcəm burada. İnşallah etap burada göstərəcəm, görürsünüzsə. Belə bir şəkildədir. İnşallah bunu tam şpakulevka işi, rəndələnmə işi, şpakulevka işi qutarandan sonra ətraflı olaraq göstərəcəm sizə. Dəyərli izləyicilər, buranı da yondum. Burada şpakulevka dəhşət dərəcədə çox idi, bilmirəm nəyə görə. Əziklər var idi burada. Təmizlədim, yondum. Yəqin ki, mən bura şpakulevka çəkəcəm. Tam dəmirə çıxartmışam, gördüyünüz kimi. Və etap dedim, sizə çəkib göstərəcəm. Bu hissəni də təmizləmişəm. Burada işlər ki görülüb. Şpakulevka dəhşət dərəcədə çox idi. Burada azdır. Yəni buranı mən aparatla şkurqalayacağam. O tərəflərdə gördünüz, dəmirçi oralarda işləyib. İnşallah etap yenə sizə çəkib göstərəcəm ətraflı olaraq. Dəyərli izləyicilər, belə qərara gəldim ki, qapıları çıxardım. Çünki qapıları yonmuşdum və əyrilikləri, belə deyək, rixtovka eləmək üçün, yəni düzəltmək üçün şpakulevka çəkildi və təzədən yonuldu. Remontla şpakulevka çəkildi. Belə deyək, üstündə adətən rəndələyəndə detalın düzlüyünü tam, yəni ki, tutmaq olur, amma adama əziyyət verir. Belə deyək, ustaya yəni əziyyət verir. Yerdə olanda isə daha mükəmməl, daha belə deyək, düzlüyünü daha rahat çıxartmaq olur. Əlbəttə ki, belə deyək, bəzi maşınlarda belə radyomlarda, yəni ştekerlə olur. Bəzi maşınlarda isə şteker içəridə olur. Bu köhnə, yəni Mercedeslərə aiddir və köhnə Nissanlar, köhnə maşınlara aiddir. Köhnə ilit, köhnə olanlar, belə deyək,
şunur, yəni burada şteker olmur, birbaşa keçir içəri, içəridə. Yəni bəzi maşınlarda var, Toyota'da da var, Nissan'da da var, Hyundai'da da var, yəni çox maşınlarda var, Mercedes'lərdə də var. Amma müəyyən yerlər var ki, misal üçün orada rahat şəkildə yəni çıxartmaq olur, amma periodika olmasın deyə, yəni çıxartmaq olur rahat şəkildə. Bunu da mən görürsünüz, məftil qoymuşam bura. Qapını içini sökmədən birbaşa güzgünün şunurlarını, yəni güzgü S-klas güzgüləri qoyulub deyə əlavə şunurlar çəkilib. Əlavə şunurları mən bu məftil sayəsində dartıb təzədən abratını yenə yerinə gətirəcəm. Əlbəttə ki, oradan çıxardanda başına məftil bağlayıb çıxartmışam. Belə dəyərli izləyicilər, qapıları uca düzəltmişəm, qapılar uca burunda hazırdır. Detallar, bəzi detallar ki var, onları uca mən hazırlamışam. Əsas məsələ mənim üçün ən önəmlisi bu iki qapı idi ki, iki qapıları petlədən mən çıxartmışam. Bu hissələri yonacam, düzlüyünü çıxardacam və əks tərəfdə isə dediyim kimi mən uca şpakulyovka çəkmişəm. Burada uca balaca olduğuna görə mən uca bunu sökmədim. Əgərsə ehtiyac olarsa, yəni mən bunu sökəcəm. Kralalar da ki üstündə, yəni yorulub töküləcək. Mən burada alüminium şpakulyovkadan istifadə eləmişəm. Buralar çox yaman gündə idi. Göstərmişdim mən sizə, bura qədər yonmuşdum. Yarıya qədər yonmuşam və təzədən çəkmişəm. Çünki şübhəli yerlər ki var idi, mən onları təmizləmişəm. Qalan yerlər isə, yəni ki şübhəli olmayan yerlər isə qalıb. Çünki bəzi yerlərdə baxırsan salamatdır. Amma gələcəyin fəsadları ola bilər, amma çalışmaq lazımdır ki, müəyyən yerlər ki var, şübhəli olan yerlər, onları mütləq baxıb nəzarət edib, təmizləyib və təzədən grunt şpakulyovka, yəni işi görülməlidir. Belə, buraları da mən yonmuşam, bunu elastik şpakulyovkadan istifadə edəcəm, amma bu hissəni isə tam düzəldib yoluna qoyandan sonra, çünki burada salaskaların heç biri yoxdur. Bu qulaqdakı qırıq idi. Bunu yəni avtomobil sahibi yəni bunu baykalatdırıb və gətiriblər yanıma. Bu hissələr də şiş idi. Bunları mən şişini qızdırıb almışam. Bu hissələr də əks tərəflə, yəni bu tərəfi rəndələyib üstündə belə deyək, quruntu hazırlayacağım. Burada remontla şpakulyovkadan istifadə eləmişəm. Və sağ tərəf isə gördüyünüz kimi sağ tərəfdə şpakulyovka çoxdur. Mən bunu yonub çıxartsam, burada belə deyək, iş böyüyəcək. Bəlkə də kırla yaman gündədir. Ona görə də yəni ehtiyac duyulmur. Yəni partlayan və yaxud çartlayan yerlər yoxdur. Sadəcə olaraq remontlu şpakulyovkadan istifadə eləmişəm. Bəzi yerləri yonmuşam rəndə ilə. Hara ki şübhəli qalıb. Amma bu hissəni belə deyək, mən qara brayovkadan istifadə eləmişəm. Bura qədər bunu hazırlamışam və təmizləyəcəm, şurkalayacağım. İnşallah bunları etap sizə çəkib göstərəcəm. Burada elastik şpakulyovka vurulacaq, görürsünüz. Buferin qıraqları düz oturmurdu. Burada təzədən payka işləri görüldü ki, bufer ağzı düz otursun. Çünki buferi qoyanda, burayla düz gələndə bu hissə çatmırdı. Belə dəyərli izləyicilər, bunları da sizə etap çəkib göstərəcəm ətraflı olaraq. Hələ ki iş davam edir, belə deyək. Dəyərli izləyicilərim, maşını rəndələmişəm, maksimal dərəcədə düzəltmişəm. Quruntdan sonra mən biləcəm ki, vəziyyəti necədir. Yəni açıq deyim, kapot yonmuşam, kapotu belə deyək, lakını yonmuşam. Bu hissələr də düzəlib. Burada bəzi qırışlar ki var idi, onları düzəltdim. Və krılalar göstərdiyim kimi bu hissəyə qədər mən hər iki krılanı yonmuşdum. Qapı da ki gördüyünüz vəziyyətdədir. Qapını yondum, təzədən işlədim. Bəzi yerlər ki var, orada şpakulyovkalar yəni var, amma normaldır. Yəni onlara əl vurmadım. Burada heç bir şey yox idi. Sadəcə olaraq əlimi sürtəndə gördüm ki, bura bir dənə belə dalğa gedir, bir dənə burada. Bura batıq idi, yüngül. Az bir miqdarda və bu hissəni dəmirçi düzəltdiyi yeri ki var idi. Mən onu işlədim, hazırladım. Qapı
Bu iki qapı mən sökmüşdüm, yerdə rəndələmişəm. Çünki bu iki qapı çox yaman gündə idi. Kırlanı isə üstündə rəndələmişəm. Altdan məndən qabaq, yəni işlər ki görülmüşdü. Müəyyən yerlər ki var idi, şübhəli yerlər ki, mən onları yondum, çıxartdım və təzədən işlədim. Güman edirəm ki, inşallah qurutdan sonra detallarımız yəqin ki düz çıxar. Belə dəyərli izləyicilər, arxa buferi sökməmişəm, çünki arxa buferi mən çıxardıb qıraqda işləyəcəm. Prosta elə belə müvəqqəti olaraq yer tutmasın deyə, yəni yer tutmasın deyə mən onu hələlik üstünə qoymuşam. Belə qabaq ucu bağlıdır. Qurutdan sonra sürtəcəm. Bamperləri, zatları hamısını sürtüb qutarandan sonra ətraflı olaraq bunları sizə bir də çəkib göstərəcəm dəyərli izləyicilərim. Maşın belə bir vəziyyətdədir. Köhnə maşındır, amma məni çox incitdi. Yəni qırışları, dalğaları yığına qədər. Sürtdüm maşını ucu. Belə deyək, maşın yaman gündədir bu saat hal-hazırda. Çox tozludur, çünki quru-quru sürtmüşəm. Belə deyək, indi yuyacam maşını və yuyandan sonra da ətraflı olaraq belə deyək, yenə göstərəcəm sizə. Maksimal dərəcədə şuburkalamışam və belə deyək, maşını obşək yuyandan sonra və hazırlayacam, belə deyək, kraskaya.
hal-hazırda mən maşını kraska işini yəni tamamlamışam. Belə deyək, dəyərli izləyicilər, bazanı 3 qat normasına vurmuşam. Örtüm tam oldu, əla bir vəziyyətdədir və 3 qatda lak vurmuşam. Düzdür, xırda şaqrinlə əmələ gəlib. Çünki şaqrini yığmışam, böyük şaqrin ancaq Mercedes-də, BMW-də olur. Çox belə səliqəli çıxıb. Maşında bəzi yerlərdə, kapotda ümumiyyətlə demək olar ki, kapotda heç nə yoxdur. Damda bəzi yerlərdə xırda deşiklər ki əmələ gəldi. Mən onları lak bərkiyəndən sonra mən onları xırda belə deyək, bulaq çöpü ilə xırda belə doçkalar qoymuşam ki, bunlar da kristallaşandan sonra mən bunları yüngül şkurkalib və polirovka eləyəcəm. Arxa bagajda bəzi yerlərdə var, bir-iki yerdə. Yəni bunları mən göstərirəm, çünki adətən belə deyək, xoşlamıram, yəni ki, gizlədim müştəridən, xeyr qoy görsün ki, yəni maşında belə bir qüsurlar əmələ gəlib və mən öz səhvimi yəni düzəltmişəm. Bunu da yəni burada göstərirəm. Və qaldı ki, detalları mən arxa qapıları, arxa qapı və qabaq qapını yəni mən işləmişdim ki, yəni sizə göstərmişdim ki, arxa qapı ilə qabaq qapı, yəni vəziyyəti çox pis idi həqiqətən. Mən burada belə deyək, bütün nə qədər ki işlər ki var idi, hamısı görülüb və belə deyək, bütün nə qədər ki qırışlar, batıqlar ki var idi, onlar hamısı düzəlib. Bu qapıda dəhşətli dərəcədə çox idi həqiqətən. Yəni qapı çox bərbad bir vəziyyətdə idi. Mən belə deyək, qapıların hamısını düzəltmişəm. Burada skoç və bu hissələri də mən qıraqlarını da kraskalamışam. Hər iki tərəfdə yəni kraskalamışam. Və burada isə qapı arası qubqadan istifadə eləmişdim ki, iç hissəyə kraskanın tozu və lakın tozu getməsin. Həmçinin burada. Bu hissələrdə də ki, dəyərli izləyicilər, skoçu elə bir vəziyyətə, yəni ki, elə bir yerdən yəni vurmuşam ki, ümumiyyətlə ora kraskanın birbaşa tozu düşüb. Bu da ki, belə deyək, polirovkanın, bu hissədə polirovkanın yaxşı olmasına, yəni ki, mən onu polirovka edəndə tam səliqəli, ələ də heç nə dəyməyəcək. Saat hal-hazırda burada skoç var. Amma skoçun qırağı tozludur. Yəni az bir miqdarda tozludur. Yəni xət qalmamaq şərti ilə mən onu yəni vurmuşam ki, orada xət qalmasın. Lük dala gedir. Lükü mən vermişəm arxaya. Və burada da mən başlamışam sökməyə. Burada da düz reizinin qırağından, bunu mən sizə axırda göstərəcəm. Burada da həmçinin düz reizinin qırağından yəni vurmuşam. Bagaj əla vəziyyətdədir. Bagajda heç bir qüsur yoxdur. Ümumiyyətlə bagajda qüsur yox idi. Sadəcə olaraq bu hissədə bir balaca, yəni belə vizual olaraq görünmürdü, amma rəndə vuranda üzə çıxdı ki, yəni burada yüngül belə batıq var idi ki, onu da mən yığışdırdım. Və bu qapıda, dəyərli izləyicilər, bunu sizə göstərmişdim ki, bu qapıda qırışlar ki var idi bu qapıda. Bütün bəzi yerlərdə xırda tozlar var deyirəm sizə. Yəni bunlar mən onsuz maşını yüngül şkurkalayıb polirovka edəcəm. Bəzi detallarda yəni yüngül batıqlar ki var idi, onları işləmişəm. Amma bu qapıda qabaq qapı ilə, yəni bir yerdə qabaq qapı ilə, o tərəf qabaq qapı və arxa qapı və bura yonuldu, yəni bura düzəldi. Bu qapıda demək olar ki, heç nə yoxdur. Bu qapı yaxşı vəziyyətdədir. Bu kırla da həmçinin. Burada da dəyərli izləyicilər, skoçu birbaşa xətdən yəni vurmuşam. Burada xət gedir. İki detalın birləşməsindən vurmuşam. Figurları da çıxartmışam orada. Və bu kırla. Kırla bu hissə yaman gündə idi. Mən bunu əvvəl sizə göstərmişdim ki, buralar partlayıb, nə bilim,
kimin ağlına nə gəlmişdi onu vurmuşdu bura. Bunlar hamısı təmizləndi və alüminium şpakulivka ilə işləndi. Düzdür, alüminium şpakulivkanı işlətmə qaydası var. Adətən üstündən quruntu vuranda çöküntü verə bilir. Ona görə də ehtiyatlı olmaq lazımdır. Burada da dəyərli izləyicilər belə bir şəkildədir. Burada dediyim kimi bu hissə yonulmuşdu və təzədən işlənildi. Belə kapotda xırda belə görürsünüz, yüngül. Burada axıntı əmələ gəlib və burada da axıntı əmələ gəlib yüngül. Bunların hamısını təmizləyəcəm. Mən yəni heç kimdən heç nə gizlətmirəm. Adətən gəlirlər bura, deyirlər ki, şanslı, belə deyək, yeganə adamsan ki, yəni ümumiyyətlə öz işində olan qüsuru göstərirsən və sonra onu bərpa edirsən. Bəli, elədir. Yəni mən özümü tərifləmirəm, sadəcə olaraq öz gördüyüm işləri yəni göstərirəm ki, yəni beləsinə məndə yəni belə alınıb. Və belə deyək, buradan dəfələrlə demişəm, həmişə də deyəcəm ki, yəni məndən də yaxşı ustalar var və məndən də yaxşı polirovka eləyənlər var. Yəni bunu bəri başdan deyim, biləsiz. Yəni mən respublikada bir nömrə deyiləm. Yəni mənim tanıdıqlarım ki var, tanıdığım ustalar ki var. Yəni onlar, yəni belə deyək, çox, yəni mən onların işinə həqiqətən yəni badət edirəm. Xoşum gəlir, yəni onların maşın kraskalamağından, işlərindən, baxmayaraq ki, yəni düzdür, məndən də üstündülər və bəzi polirovşiklər ki tanıyıram, onlar da var, yəni yaxşı polirovka edənlər ki var, onlar da, yəni tanıyıram mən onları. Yəni o demək deyil ki, mən heç nə bacarmıram, yox, sadəcə olaraq, yəni məndən də üstünlər var, bunu demək istəyirəm. Birdən fikirləşərsiniz ki, mən adətən deyirəm ki, bu belə alındı, bu belə alındı. Əgərsə videolarıma nəzər eləsəniz, görəcəksiniz ki, yəni mən heç vaxtı özümü orada yəni tərifləməmişəm. Sadəcə olaraq öz işlədiyim işləri göstərmişəm və qüsurlarımı da göstərmişəm və necə bərpa eləmişəm, onları da göstərmişəm, dəyərli izləyicilər. Təşəkkür edirəm, dəyərli izləyicilər. İnşallah maşın tam yığılandan sonra ətraflı olaraq mən bunları sizə göstərəcəm. Bamperlər уже hazırdır. Podnoşkaları da уже asmışam və tam maşın 2 gün, 3 gün, 5 gün gözləyəcəm tam quruyandan sonra və bunları başlayacağım maşını. Hardakı tozlar ki var, onları təmizləyib, opşu bir dənə polirovka eləyəcəm. Belə, dəyərli izləyicilər. Təşəkkür edirəm məni izlədiyinizə görə. Axırda ətraflı olaraq yenə çəkib sizə göstərəcəm bunu. Dəyərli izləyicilərim, mən уже maşını hal-hazırda yəni qutarmışam. Polirovka işi tamamlanıb. Maşını Otidoyanı sürtmüşəm. 2000, 2500, 3000, dalayıca 6000 ilə istifadə eləmişəm. Əlbəttə ki, 3000 ilə 6000 aparatına keçmişəm. Qalanlarını əlinə keçmişəm. Və belə deyək, bamperlər polirovka olunmayıb, yəni bamperləri ümumiyyətlə mən polirovka etmirəm. Sadəcə olaraq qulaq hissələrinə edirəm ki, yəni belə deyək, detallarla uyğunlaşsın. Və belə deyək, damını demişdim sizə, damını avtomobil sahibi yəni damını dedi ki, yəni kraskalayaq və belə deyək, mən də yəni kraskaladım. Nə qədər ki tozlar ki var idi, bunlar hamısı getdi. Zərrə qədər yəni toz yəni qalmayıb maşında. Maşının şaqreni də ki, belə deyək, ideal bir vəziyyətdədir. Yəni xırda şaqrenlərindəndir və bütün nə qədər ki, belə deyək, əyriliklər ki var idi, onlar hamısı təmizləndi və düzəldi. Ümumiyyətlə, yəni maşın damı yəni zavod idi və qalan yerləri kraskalanmışdı. İndi mən sizə ətraflı olaraq göstərəcəm. Burada deməli, mən bunu bilmirəm, göstərə bilirəm sizə yoxsa yox. Bu qapıda, yəni bu hissədə dərin batıq ki var idi, dəmirçi yəni buranı düzəltmişdi. Yəni mən bunu belə deyək, bərpa elədim hamısını və belə deyək, bütün nə qədər ki burada, bu saatında göstərəcəm sizə, burada yüngül belə avallıq gedir, yəni bu sizi çaşdıra bilər. Əslində burada qırış yoxdur, sadəcə olaraq bunun avallığı var. Bu saat göstərəcəm sizə. Burada qırış yoxdur, sadəcə olaraq avallığı var. Detallı yəni avallığı, yəni öz
bu hissədən aval gedirdi. Ona görə ola bilər ki, videoda sizə anlatsın. Amma vizual olaraq düppədüzdür. Bu hissələr, kantlar yəni düzəldi. Podnoşkalar qoyulub. Əlbəttə ki, mən podnoşkalara kraskalamamışam. Qabaq qapı əla bir vəziyyətdədir. Yəni heç bir qüsur falan qalmayıb. Kantlar əyri idi, kantlar qızdırıldı, düzəldi. Əsasən məni incidən qabaq bamper oldu və arxa bamperlə. Çünki belə deyək, arxa bamperdə periodika işləri görülüb, qabaq bamperdə isə payka işləri görülüb, amma yaxşı görülməmişdi. Burada da detallar hamısı əla bir vəziyyətdədir. Dediyim kimi bu hissəyə qədər yonmuşdum, düzəltmişdim və təmizləmişdim. Təzədən işlənildi, düzəldi. Belə bir şəkildədir. Buferlər badqon olunub. Faralar avtomobil sahibi tərəfindən düzəldilib, paykalanıb, təmizlənib, şüşələr də yəqin ki dəyişilib və dumanlılar hamısı qoyulub. Bu aksesuar zavodskoy olduğuna görə mən onu kraskalamadım, amma arxa bamperin altındakini mən kraskalamışam və orada belə deyək struktur vurulub. Burada da gördüyünüz kimi heç bir Hyundai'larda mən görməmişəm ki, bura normal otursun. Ya çölü olub, ya bayra, ya da sallanıb. Belə qəribə bir şeydir, bilmirəm. Kapot bu hissələrdəki qırışlar ki var idi, bu qırışlar düzəldi. Yəni kapotda qırış falan heç nə qalmayıb. Hamısı əla bir vəziyyətdədir. Tozlanır maşın, qara maşın olduğuna görə. Qabaq kırlada, burada da bu hissədə də bura yonulmuşdu və şpakulovkalanıb təzədən düzəlmişdi. Mən bunu videonun əvvəlində sizə göstərmişəm. Və qabaq qapı görürsünüz. Hamısı əla bir vəziyyətdədir. Yəni qırış falan, batıq, zad heç nə yoxdur. Hamısı gözəl bir şəkildədir, qaydasındadır. Ümumiyyətlə, köhnə modellərdə adətən düzəldəndə, yəni hansı figurada qoyursansa, o figurada qalır. Amma təzə modellərdə, belə deyək, 2022-dən, 23-dən bu yana, yəni 20-dən bu yana daha doğrusu, yəni olan modellərdə Koreya, Yapon avtomobillərindən söhbət gedir. Onlarda ümumiyyətlə detalları işləmək biraz çətin olur. Yəni şpakulovka zərrə qədər çəkəndə səhər durub görürsə ki, detal özü avtomatik olaraq əyilib. Yəni detal o qədər nazik idi ki, şpakulovka onu quruyandan sonra dartınma gedir detalda. O baxımdan, amma köhnə maşınlarda daha yaxşıdır. Çünki köhnə maşınlarda necə vurursan elə qalır. Çünki detal qalın olduğuna görə şpakulovka onu darta bilmir. Belə. Bu da bizim arxa krılamız. Arxa krılada yəni heç nə yox idi. Sadəcə olaraq kraskalandı. Kantlar da dediyim kimi kraskalanıb. Bruskalar da kraskalanıb. Və arxa bamperdə bu hissələr yəni aralı idi. Bunu kəsmişdilər, simetriyanı düz qoymamışdılar. Amma nə qədər də olmasa bunu bamperi salıb çıxardanda bu yəni bamperin çıxmağına və oturuşuna məşət eləyir. Çünki bunu güclə oturtturmaq lazımdır. Əyri-üyrü, yəni divizoru əyri-üyrü svarkalayıblar içərdən. Bilmirəm səbəb nədir, nə etmək istəyiblər. Amma nə qədər də olmasa, belə deyək, ərsəyə gətirildim və bütün nə varsa hamısını, belə deyək, yoluna qoydum. İndi nömrəni bağlayacağım və znakı taxıb avtomobil sahibinə təhvil verəcəm, dəyərli izləyicilərim. Bu qədər. Təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın. Təşəkkür edirəm sizə. Var olun, minnətdarım.